Ağlayır sensin hemen yok. Ne var? Ne var? Dur ayağa dönüp dur. Ayağını koy. Dur. Ayak çıkar. Sen ye. Cadı. Sen ne olmuş cadı? Cadı. Cadı. Amin. Çok sağ ol. Allah sizin balaları saklasın. Cadım. Ben səbirliyəm, çox səbirli deyiləm. Mən buna görə səbirliyəm, bu uşağa görə səbirliyəm. Buna görə səbirliyəm. Yoxsa mən çoxdan başqa yerlərdə idim. Dalaşmırıq, yox, niyə dalaşırıq ki? Sadəcə o da deyirəm ki, burada bayaq yazırlar ki, Ayşət prost telefonla danışır, mən tərsinə başa düşür. Deyirəm ki, mən burada əsəbləşməyimin səbəbi, danışmağımın səbəbi odur ki, yəni belə kimi dava, dalaşda söz-söhbətlər əyri bezdirir, əyri çıxıb qaçır. Oy dədə vay, ayrı, batırdı. Yoxsa bırakır. Batırdı da uşaqdır, batırar, ağlayar, gülər, danışar. Uşaqdır. Batırdı, təmizlənəcək. Onsuz da anası söyləşib. Allah'ım ben bu almam. Özünə farklı çəkirsən, çək. Damat uşaqdan ötürü nələr edir? Və ana da uşaqdan ötürü dələr edir deyəndə ana da neynədir? Minməlidir kişini. Hayır. Oo. Ben görürüm. Ayşe bu ne sözler danışsan? Bəsdir də söhbət. Bilirəm də Ayşə. Mən sənə başqa şey deyirəm. Sən elə acıdıysan burada mən nə cavab verməliyəm? Oo. Məni bu vəziyyət. Pisləmirsən ki ayıbdır qız. Uşaqdır. Qızın üstünə belə getmək olmaz. Qadın xəlaqıdır. Belədir. Elədir. Və qadın yerini bilməlidir də. Qadın yoxsa minməlidir kişini. Əlacın sözü valla kişini hamilə qoyarsın. İraq olsun. Qurban olum ay Allah sənə həvalə edirəm. Falan neynəmişdi? Neynəmişdi belə? Baxın görün mənə qurban. Sur ilə ailələr dağıldı. Ailələr belə şeyin üstünə dağılır da. Nə bileyim belki o sur dedin. Estağfurullah. Sən hay balacam. Ay bak kömək olmaqla deyil. Bak bilsən neydi? Gətirsən ben bunu verirsən ona. Deyirsən ben bunu da almışam sadəcə. Bu nə deyir? Qan çöpdün geri. Getdin bana məsələn deyil amma. Getdin bunu aldım gətirdin. Verirsən ben. Bunu nədir? Bunu tutar. Bunu aldım. Bunu dəyər ver də. Nə vaxtsındır? Məsəl üçün deyirəm. Kimlərsə də qoşmursan. Mənə bir insan. Nəsə verəndə zəhləməyir. Xoşum gəlmir ha o şeydən. Cimyəcəm də. Nəsə bir şeydir də. Gəl bunu. Bu mənə dəyər verib bunu mənə verirsə, mənə hörmət edib bunu mənə verirsə, mənim də boynumun borcudur ki, mən buna hörmət edeyim, bunu qəbul edeyim. Yedin, yemədin, özünün borcuna. Geçsin, ver kiməsə, başqasına ver. Yoxsa al bunu belə, əlqa dalqa, nazdan qozun belə olmaz da. Bunu qiymətləndirmək lazımdır, bunu demək istəyirəm mən. Mən qiymətləndirmirəm, ayrı.
Bir saat sənə tərifləyib deyirəm ki, Camal onu görür, mənə deyir ki, sən necə adamsın, sən necə adamsan. Onu keçirəm mən. Yenə də sən gəlirsən, adamın əsəblərini pozursan. Görürsən, dərman içməyim nə hara? Sən mənə əsəb verməyim hara? Mən də dərman yanından içirəm. Sən də yazırsan. Bala, ən çox balamızı, heçumuzu yazdığımız gəlsin ki, anası atası görmüyor, göstərmiyor onu. Ayşen özün yazıb demişsən, dairəm. Mən deməmişəm ki. Demişsən danışacaq da. Mən dedim də, əsəb oldum dedim də. Dünəndən bu yana da danışıram, yaxşılıqlı, sakitçilikdir. Sən yenə də başlayırsan. Ayşen, biri... Mən də yenə deyirəm ki, bax budur da zülüm. Zülüm budur. Mən bunu çəkirəm. Sonra deməsinlər ki, nə oldu? Hər dəfə qırğın, xoşbəxt olan adamlar indi şov göstərirlər belli işlərdə. Şah deyil ki, danışacaq qutardı. Qoy məni yetimə də yazıq yetim ölür axı, əsib keçirdi axı hər dəfə. Ayşen, hərdən tutuyor qutardı. Birinci gün danışacaq. Ooo. Ya baxılamırsın. Deyirəm mehribançılıq olsun, yaxşılıq olsun, yeni üstünə qoyursan. Hayır, eləmə belə, başqa dönüm. Deyirəm, birinci gün danışacaq qutaracaq. Nəyə danışacaqsın birinci gün? Mən deyirəm, tutardı bu deyə danışacaq. Qutardı, və salam. Danışacaq. Sabahlar inşallah beraber gedəcəyik verişik. Neyse, yaxşı hayır, yaxşı, mən səhvəm. Bağışla mən, yaxşı, mən səhvəm. Söhbəti bağlar. Sənə qurban olun, Ayşen. Aycım. Balım heç nə eləmir. Heç nə eləmir. Tərtəmiz çiçək kimidir. Sənə qurban olun. Heç kimi qoşmuram, üzülürsən qoşmuram. Yox, nə qədər misafir istəyir qoşulur bura. Bax, hamısına qoşmuram, qulağım ağrıdı, ay Allah. Haydi. Şimdi babanın işini ana. Ay sənə heyran olsun ana. Haycan. Haycan. Uşağın altını değişir Ayşat. Olur da her evde olur bu. Ama bu vəziyyətdə olmur. Ben bunu içtimai şekilde niye göre deyirəm? Biz içtimai şekilde birbirimizi tanımışız. İçtimai şekilde şey eləmişik. İndi mən hər dəfə eləməmişəm ki bunu. Bu sefer olub. İndi bəziləri necə istədikləri kimi sündüyün direktlərini ona buna böyle danışıb deyəndə adam əsəbləşir. Süni intellektuel her şey sübuttur derdi bu. Ne süni intellektuel? Süni intellekti poxuyur sənin yanında. Zaten yaxşı qurban olun. Düzdür ana qurban. Düzdür. Neyse bağladım. Her şeyimiz ortalıqdadır. Özünüz qoymuş ortalığa da mən nə deyim ki, hər şeyimiz ortalıqdadır. Nə? Hər şey ortalıqdadır. Hər şeyimiz ortalıqda nə dediyində mənim üçün məndə görmüsən? Estağfurullah. Ay sənə qurban olun. Mən sənə heyran olun. Değerli moderatorlarım, sənin səhifələri screenshot eləyin. Mən indi birazdan özüm də baxacağam. O səhifələri mən bilirəm neyin etdirəcəm. Yaxşı. Özləri eşşəkdirlər. Bağlayıram, aynen bağlayıram. Sağ olun uşaqlar, özünüz yaxşı baxın. Allah qoysun, axşam şeyləri əsəblərimizi də sakitləşsin. Bu da vapşı burada görür, vapşı danışır. Bizə niyə görür, mən sənə deyirəm, hayır. Sonra deyirlər ki, Hüseyin arvadını reali eləyə bilmir. Dava qırğın salır orada, söhbət yaradır orada. Ona görə sənə deyirəm. Eləmə belə şeylər, eləmə. Sən reali elə bilmirsən, bu nə sözdür? Mən eləyirəm, mən belə deyəndə, mən bir deyəndə, sən 5 deyəndə, sən da deyəcək ki, buna bax, hörmət, izzət. Mən hörmət eləmirəm. Eləyirəm də. Eləyirsən, danışma da, ona görə birimiz olduğunu mümkünsü olar da. Bəlkə mən başıma hava gəlir. İraq olsun. Amma mənim deyəsən başıma hava gələcək. Neyse, birinci gün qarşıladıqda da söhbət bağlansın. Burada müzakirə yer deyil. TikTok platformasında nə eləməliyik ki? Yiyecek, orada yiyecek. Her şeyimizi orada yiyecek. Tarih. Vesselam. Bu yer değil. Elə canım. Ayşələ qurban olsun ana. Ne olmuşdu? Balam heç nə eləmir. Yazıq. Sən Allah baxma mən. Bildim. Yazıq çok iyi bak. Bakip. Seccadə. Bağlıram aynen, canı aç başı. Özün bilərsən, necə istəyirsən.
Bizim xoşbəxtliyimizdən dəm vurub danışırlar, eləyirlər. Bizim günümüz baba budur. Bir gün xoşbəxtliksə 3 gün razborkadır. Bir gün xoşbəxtlik 2 gün söz söhbətdir. Bir gün xoşbəxtliksə bazar günü də vəfs salam. O şərafda yadılmamalıdır da yəni. Yaxşı. Olmaz Aylin. Burada olmaz. Vallahi olmaz. Kur'an hakkı olmaz. Sen deyirsən mən əsəbləşirəm də. Gözüm mən canlı açmışam. Əgər burada istəmirsən onu demək. Höccətləşmə. Sən danışsan axı. Sən də mən... Mən deyirəm ki, mən başqa şey deyirəm, sən başqa şey yaşayırsan. Neyse, göz. Oyuncaq. Yine şu an suyu kurtarıp salak. Filtre aparatından. Böyle bu kurban olmaya da. Şimdi kurban olsun. Salam. İslamlık bağlam sana öyle. Bağlayıram hə. Sağ olun inşallah özünüz yaxşı. Allah aman olasınız. Xoşunum xanımdan birinci xahiş edəcəm. Nömrə 1 psixologiya mərkəzinə yönləndirsin Benim bizi. ihtiyacım yoktu, sen var ama. İkimizin də var Sen ehtiyacımız. gelip psikolog özümü göster sonra. Hayır, vallahi ikimizin də Benim ehtiyacı var. ihtiyacım yok. Neyse, yaxşı. Birinci get özümü Yaxşı. Sen sözümün mümkün değil. Kuzum hara? Uçub hara qonum? Yani gözü kuştu, elə bir qabanın çapaçı da kuştu. Özü quşdu deyirsən. Kuzum. Ola bilər. O qanatlar Ola bilər. Uçmağa qanadı var, sen yoktu axı. Ola bilər. Yaxşı ki Allah dəviyə deyir, qənət vermiyordu. Ola bilər. Ay, benim. Ne oldu belim tuttu, ben de belim ağrıyor. Ya nəsdiyəm? Sənin yandanca belim ağrıyırsa, başım ağrıyırsa elə bir yaxşı şey. Hər yerim ağrıyor. Ölməmişəmsə. Bu müşkülim. Mən də sənin yanında bu vəziyyətdəyimsə, yaşayıramsa, bəlkə yaşamıram, bəlkə də ömrüm az qalır. Onsuz da yoxlatdıracağım, mən də emək elətdirəcəm. Qanundan tutmuş hər yerimi. Emerdə bütün hər şey bədəni götürür onsuz abi. Mən də emək elətdirəcəm. Yaxşı. Sən də mən. Yaxşı. Yoxlatdıraq görək nədir? Bu son qərardır 100%'dir. Son qərar birinci gün veriləcək. Natum, sən son sözünü əvvəldə deyirsən burada. Mən də son sözünü sən nöqtə qoyacağım. Yaxşı? Hə. Özün istədin. Hadi istəyirəm mən. Çox geri yaz istəyirsən ha. Həmən başlı sən komediya xanıya çəkilərsiymişsən. Yaxşı. Heyf. Gedərdim orada komediya xanada iştirak edəyərdim. Hə. Seni qurban olun. Zəif göstərmirəmişəm mən özümü. Ay ürəyim, ay canlarım, görək verin. Sadəcə olaraq mən ailənin dağılmasının əleyhinəyəm. Uşaqların valideynsiz qalmasının əleyhinəyəm. Uşaqların travma almasının əleyhinəyəm. Mən ona görə susuram. Mənim nəyimə lazımdır. Uşaq olmasaydı vallahi ailə heç olmayacaqdı. Kur'an hakkı olmayacaktı. Ben uşağıma göre susuram. Ben özüm bir gün görmedim Allah'ın altında. Benim uşağım o günü görmesin. Ama ki bunu kimse bahane eləyib dəfələrlə belə oyun çıxalmasın. Bu şeylerin ahırı ayrılırdı. Güzel. Olabilmez. O öyle olmuyor. Hayır, o öyle olmuyor. Allah hiçbir şey yok diyordu Kur'an hakkı. Bak video.